Qərbi Azərbaycandan haqsız yerə deportasiya edilən soydaşlarımızın bir qisminin pənah gətirdiyi şəhərlərdən biri də Sumqayıtdır. Rəmzi sülh göyərçini olan şəhər sakitliyin, əminamanlığın pozulduğu torpaqlarımızdan didərgin düşən insanlarımızın yuvasına çevrildi. Mahmudovlar ailəsi də onlardan biri idi. Qərbi Azərbaycanın, Zəngəzurun, Qarakilsənin hər kəndi kəsəyi gözəldir. Onlardan biri də Bazar çayının sahilində yerləşən Ağdu kəndidir. Bilirəm ki, o doğma yurt yeri barəsində xatirələriniz çoxdur, elə demək istədikləriniz də. Uşaqlığım, yeniyetməliyim, gənclərim, cavanlığım orada keçib. O yerin bütün dərəsini, dağını, yaylağını, təpəsini, çayını, gölünü, hamısını əzbər bilirəm. Və o yerlərdən ötürü burnumun ucu göynüyor. O yerlərə qayıtmaq üçün dizin sürünüb Ağbulağa çıxaram. O yerlərə qayıtmaq üçün yal yurtda gezəriyərəm. Buzov yalda gül çiçəyə bələnərəm. Mənim uşaqlığım Qarakilsə rayonunun Ağdu kəndində olub. Mən 1959-cu ildə Ağdu kəndində doğulmuşam. İbtidai təhsilimi orada almışam. Demək olar ki, uşaqlığımın ən gözəl çağlarını Ağduda yaşamışam. Orada məktəbə getmişəm. Orada yaşadığım illərin ən gözəl xatirələri yadımda qalıb. Məktəbə gedəndə məktəbdəki müəllimlərimizin, uşaqların səmimiyyəti, gözəlliyi, deyərdim ki, bizim kəndin suyunun, havasının, meşəliyi, dağı o qədər gözəl idi ki, yəni orada biz hər şeydən deyərdim ki, ləzzət alır, istirahət eləyirdik. İnsanların səmimiyyəti, mehribançılığı, dostluğu, məsələn, qonşularla bir evli kimi idik. Adicə bir yeməyimizi də biz yarı bölərdik. Həyatımızın ən gözəl çağları idi. Siz o kənddən çıxanda cəmi 7 yaşınız var. Mən o mahalı, o eli, o obanı belə xatırlayıram. Düzdür, uşaqlıq xatirələrimə düşür, amma çox belə qəşəng yadımdadır bir çox şeylər. Çünki biz 1983-cü ildə valideynlərimlə birgə o vaxt köçdük Sumqayıt şəhərinə, amma babam, nənəm, dayılarım orada qalırdılar. Və biz arada o yay tətillərində yenə biz o rayona gedirdik, orada istirahətimizi eləyirdik, gözəl günlərimizi keçirdirdik. Yenə dərs başlayan vaxtlar gəlirdik Sumqayıt şəhərinə. Biz o mahalı o qədər həsrətində yaşamışıq ki, lap böyüklərimizin bizə qoyduğu o, necə ki, bizim gözəl kəndimiz, obamız, elimiz, adət-ənənələrimiz var. Biz də bugün o xatirələrlə qəlbimizdə həmişə yaşayırdıq ki, qayıdacağıq elə obaya. Bilənlər bilir, o vaxtın kənd həyatı başqaymış. Qonum-qonşu tez-tez bir yerə yığışıb süfrələr açar, qız gəlinlər biş-düş edərdilər. İrəvan kətəsindən tutmuş dadlı çöçəyə qədər. İndi nə o el-oba yerindədir, nə də o kəndin üzü əvvəlki kimi gülür. Əminəm ki, o da bizim kimi darıxır, bizim üçün darıxır. O yerlər mənim üçün çox böyük vətən həsrətidir, yurt yanğısıdır, torpaq harayıdır. O qərb işimizi göyüm göynədir. Bizim məktəb sonradan tikilən 3 mərtəbəli gözəl bir məktəb binası var idi. O binada, məktəbdə də gözəl dərs deyən müəllimlərimiz var idi. Kəndimizin o soyuq su bulaqları, o bulaqdan daşıyıb gətirdiyimiz sular, o suyu səhəngə doldurub gətirəndə o qədər soyuq suyudur ki, əllərin o səhəngi gətirib yerə qoyana kimi buz kimi olurdu suyun o soyuqluğu. İndi biz burada elə bir soyuq su içsək, bəlkə də o xəstələnərik, amma o soyuq su bizə heç bir ziyanı dəymirdi. Bizim kənd çox qədim kənddir. O kənd 17-ci əsrdə orada varlı adamlar olub, Mirzəli bəylilər olub. Orada böyük bir bulaq tikdirib. Bu bulaq Mirzəli bəyli Cəfərqulu bəydən ehsandır. O kənddə çox qədim qala olub. Bizim kənddə çox qədim 7-ci əsrdə Alban kilsəsi olub. O kilsə çox qəribə kilsədir. O 3 mərtəbədən ibarətdir. Mən onları kitablarımda da salmışam. 7-ci əsrdə onun
cənub şərqə baxan tərəfində bir saat düzəltmişdilər. Biz o bir çöpü aparıb taxırdıq o əqrəbin yerinə. Günün kölgəsi o çubuğa düşürdü, saatı bilirdik. Yəni o 7-ci əsrdə tikilmişdi. Mən özüm o vaxt yay tətilində rayona gedəndə quzuları yaylağa çıxartmağa belə mən balaca da olsam, ən azından böyük daimin yanında o yaylaqlara da gedirdim. Görmüşdüm o yaylağın gülün, çiçəyin, gözəlliyin. Ondan sonra o axşamüstü kənd cəmaatı yığışırdı bir yerə, bir şirin söhbətlər eləyirdi, onu görmüşdüm. Anamın anası, nənəm o qədər gözəl sinə dəftər qadını idi ki, hər axşam bizi yığırdı başına, o qədər bədhəyət şeirləri, bayatıları, nağıllardan danışırdı. Məsələn, o yaddaşımda böyük həzmdə qalır, o yaddaşımdan silinmir. Və yaxud da qonşuların yığışıb pişirdiyi, təndirdə pişirdiyi çörək yadımdan çıxmır. Mən onlara həmişə çay verirdim. Həm mehribançılıq yanlandı, həm səmimiyyəti idi. Sazda biz qutab çətə pişirirdik. Amma təndirdə bizdə orada şirin çörək deyirdilər, fətir deyirdi, onu pişirirdi. Çöçə pişirirdik Novruz bayramı ərəfəsində, qatlamalar pişirirdik. Onların hamısı bizdə təndirdə pişirdi. Qonşular yığılır bir 10-15 nəfər, o yuxa yayan kim, fətiri pişirən kim, çöçə. Adi kababına qədər, toyuğuna qədər biz o təndirdə pişirdik. Onun ləzzəti, dadı tam başqa idi bizim üçün. Uşaq da olsaq biz onların yanında belə baxıb onlardan bir özümüzə örnək götürürdük. Kətdə xüsusi bir mehribançılıq var idi. Cəmaət bir-birinin xeyir işində qol çırmayıb belə də böyük ürəklə gəlib köməklik eləyərdi. Hansısa bir milli adət-ənənələrimizdə gəlirdilər. Məsəl üçün mən bir Novruz bayramı belə deyək yadımdadır ki, o bizim kəndin bir yüksəklik yamaclığı var idi. Oradan o alovları xüsusi belə parçaları bükürdülər bir-birinə, yandırırdılar belə Novruz bayramında onu belə fırladırdılar. Qaranlıq vaxtı çox belə qəribə bir görüntü verirdi. Gözəl evimiz var idi orada, gözəl bağımız var idi. O bağlardan dərdiyimiz o meyvələri gətirib yeyirdik. Yəni o günləri mən o gözəl xatırlayıram ki. Bizim kənddə 1853-cü ildə 400 nəfərlik məscid tikilib. Məscidi də Seyfullah adlı bir nəfər savabına tikib, atasına rəhmət olsunlar. Deməli, orada çox qədim bir pir var, qara pir deyirlər. Onun ancaq kəlafası qalıb, daşları qalıb. Bizim kənd çox qədim kənddir. Kəndin özündə 6-7 tayfa vardı ki, o tayfaların da böyük adamları vardı. Məsələn, bizim kənddə 24 bulaq vardı. O bulağın eləsi vardı ki, ora gəlib gedən kərvan əhli əyləşib orada su içib, yürüb gedərdi, buna Əlmərdan bulağı deyirdilər. Naxır bulağı vardı, çox böyük bulaqdır. Güllücihan bulağı vardı, İki gözlü vardı, Top Söyüd vardı, Xanxanın bulağı vardı, İki bulaqlı vardı. Yəni bu bulaqların bəziləri adamlar gəlib o bulağın yanında ev tikəndə onların adına keçirilirdi. Əhliman bulağı, Şəmil bulağı, Dağbəyi bulağı. Amma o bulaqlar elə köklü Alman gəlmə bulaqlarıdır. Onlar çox güman ki, danışırlar ki, onların çoxu Qara göldən süzüb gəlmə sudur və s. Müsahibim Əvəz Mahmudov o yerlərin təbiətindən danışdıqca necə gözəlliklərdən uzaq düşdüyümüzün bir daha fərqinə varıram. İndi çoxumuz Xəzər dənizinin qoynuna sığınmışıq. Xəzər də gözəldir, Bakı da, Sumqayıt da, amma göz açdığın, aid olduğun, dədə-babalarının uyuduğu ata yurduna olan sevgi, torpaq həsrəti, ora qovuşmaq arzusu başqa hissdir. Bizim kəndin deməli yaylaqları vardı. Ərməz, Əyriqar, Qızılboğaz, Yəlyurt, Zoya, Şükürbəyli, Mirəhmət. Bu yerlərdə qədim qəbristanlıqlar da vardı. Yəni Şükürbəylinin qəbristanlığında qədim qot daşlar, qəflə qatır şəkli, sanduqələr vardı. Və bizim kənddə iki böyük qəbristanlıq vardı. O qəbristanlığın biri çox qədim qəbristanlıqdır. Orada o qos daşlar, sanduqələr, planlar
Yəni onun 1000 ildən bəlkə də çox yaşı var idi. Hardasa mən 5-ci sinifə qədər orada oxumuşam. 5-ci sinifdən sonra oradan köçmüşük. Amma biz hər yay o kəndə getmişik. O kənddə nənəm, xalalarım, ailələr, qonşular gedəndə də o mehribançılıq o qədər yüksək idi ki, tutaq ki, rayona gedirdin, yaxud da kəndin hansına gedirdin, millətin yığışırdı, görüşürdü. Dayılarım deyirdi ki, yığışırdıq, bizdə bir kəndlər arasında, o cavanlar arasında idman oyunları oynayırdılar, yarışmalar keçirdirdilər. Ondan sonra məsələn oturub, sonra oyunun sonunda yenə bir mehribançılıqla o oyunu müzakirə edirdilər. Hər oyunda dostluq qalib. Bəli, bəli, hər oyunda oyunun sonunda heç nə olmamış kimi, hamı qalib kimi bir-birindən oturub yəni onun da özü bir həzz idi, onun da bir özü yadda qalan hadisələr idi ki, biz onları belə deyək, prinsipiallıqla yox, bir idman oyunları kimi qəbul eləyirdik. İndi də yaşıl meydanlarda oyunlar oynanılır, yarışlar keçirilir. Qol sevinci də yaşayır uşaqlar. Amma tarixdə elə oyunlar da var ki, burada sadəcə haqsızlıq hökm sürür, nahaq qanlar axıdılır. Uduzan isə insanlıq olur. 1905-ci ildə Qəzər Stepanyans adlı bir daşnaq, Qaragin Nijde, Duro, Qəzər Stepanyansın ətrafında gəliblər. Qarakilsə bölgəsinin kəndlərini, Məlihlərdir, Sayballardır, Əlilidir, Qurludur, Şuşardır, Şuşarlıdır. Bu kəndləri işğal eləyəndən sonra belə plan çizib ki, mən deməli Ağdünü, Vağadını, Urudu, İrmisi, Bəhlulu, Darabası, Kinatağı işğal eləyib Darabasıdan har eləyəcək. Bizim kəndin 98 adamını qətlə yetiriblər, öldürüblər vəhşicəsinə. 1905-ci ildə deməli bunun bu hərəkətinə döyə bilməyən bir nəfər bizim kənddən Səməd Cəfərli təndirin şişini işləyib biz gedib qayanın arxasında dayanıb o gələn kimi onun boynunun arxasından vurub o dərənin adı qalmışdı Qəzər ölən. Amma yerli adamlar, çoxlar, cavanlar bilmirdilər ki, ora niyə bir Qəzər ölən dərə deyilir. Həmən o Qəzəri öldürən Səmədi Anranikin dəstəsi yan təpənin yanında doğradılar. Oranın adı qaldı Səməd ölən dərə. 80-cı illərdən sonra biz o kəndə gedəndə o ermənilərdəki olan soyuqluğu hiss eləyirdik. 86-da, 87-də mən kəndə gedəndə orada ermənilərin bizdən qaçdığın, xısın-xısın danışdıqların, yəni mən qonşu kəndə köçmüşdüm. Orada erməni qarışıq idi, Azərbaycanlılar, amma bizim kənddə qarışıq deyildi. Orada ermənilərin Azərbaycanlılara olan münasibətində hiss eləyirdik ki, onlar ayrıca komlaşırlar, söhbət eləyirlər, danışırlar. Hardasa bunlarda bu ədavət gedirmiş, bu söhbətlər gedirmiş, işləri güclü sərhəddə iş görürmüşlər. Bizim xəbərimiz yox olmuş. 18-ci il hadisələri tamamilə bu Zəngəzurun o qərib hissəsini tamamilə alt üstünə çevirmişdi. 1918-ci ilə qədər bizim kənd 800 evli oldu. O bayaq dediyim Əlmərdan bulağından Cəlil bulağına damların üstü ilə gedirmişlər. Yəni əhali o qədər çox olub. Əmrani Qozanyanın quldur dəstəsi ümumiyyətlə Zəngəzurda 7729 nəfəri qətlə yetirib və bütün kəndləri yandırıb. İstəmirdilər biz orada yaşayaq. Çünki biz orada yaşayıb öz milli adət-ənənələrimizi qoruyub saxlayan bir xalq idi. Yenə deyirəm, onlar onu gözləri götürmürdü və bu proseslərdən heç də xoşlanmırdılar. 1929-cu ildə Stalinin xüsusi sərəncamı oldu. Din xadimlərini bir sinif kimi ləğv edir. Kimin evində Allah Sədi Şirazinin, Allah Məmməd Hüseyin Şəhriyanın yazısından ərəb əlifbasının bir vərəq görürdü, tez onu dini təbliğ edir Sibirə. Və onlardan əlbəttə çoxları getdi, qayıtmadılar, bilmədikdə talihləri necə oldu. Axırıncı dəfə 87-ci ildə olmuşam rayonda, kənddə. Deməli, biz axırıncı dəfə mən dayımın toyuna getmişdim. Kənddə toy olanda baxırdıq ki, qıraq yerlərdən də, rayonlardan da gəlirlər, bir söz-söhbətlər olurmuş. Mən o axırıncı dəfə toyda olanda, biz toyu eləyəndən sonra, mən o toyda özüm də iştirak eləmişəm, öz dayımın toyunda. O toydan sonra biz şəhərə gələndən sonra cəmaatda belə bir
fikirlər baxdıq ki, formalaşır ki, insanlar artıq deyir ki, deyəsən bizi onlar oradan belə iş yerlərində bir çox söz-söhbətlər olur ki, axırıncı toy da eləyin, baxarıq sonra sizin vəziyyətinizə, ya toyunuzu elədiniz, necə keçdi, belə bir kinayəli şəkildə söhbətlər olmuşdu. Mən onda hiss elədim, onda biz Sumqayıta gələndə, danışanda, onda atam dedi ki, hə, onlarda təşkilat yaranıb, bu təşkilatlar çoxdan iş görürlər, işləyirlər. Ondan sonra biz 87-də kəndə getmədik. Çünki bildik ki, vəziyyət yaxşı deyil, onların bizə qalan olan münasibəti. Amma bu dərəcədə olacağın, sonradan kənddə cəmaatın başına bu qədər oynasılacağın biz təsəvvür eləyə bilmirdik. Mahmudovlar ailəsi Qarakilsə rayonunun Ağdü kəndinin əzəli sakinləri olub. Bu şəcərə təkcə Zəngəzurda deyil, İrəvanda, Göyçədə, Dərələyəzdə və digər mahallarda ermənilərin zaman-zaman törətdikləri fitnə fəsadlara yaxşı bələddirlər. Nə baş verdi o 1987-ci ildə Heydər Əliyev siyasi bürodan uzaqlaşan kimi İrəvanda deməli Azərbaycanlı məktəbini yandırdılar. Cəfər Cabbarlı dram teatrın bütün əşyalarını yandırdılar. Əli Əliyev adlı bir nəfər tarix elmləri namizədini öldürdülər. Sözsüz ki, bu dalğa yavaş-yavaş genişlənməyə başladı və bizim adamları da incitməyə başladı. Bizim qohum əqrəbənən yolda öldürdülən kim, onlar Naxçıvana qaçıblar, o dağlarda onları nə cür öldürüblər, soyuq silahla, isti silahla, hamısını şikəst eləyiblər, nələr var əllərini alıblar, onu bura gələndən sonra eşitdik. Yəni bizim o kətdə erməni olmasa da, amma sonradan o ermənilər bütün millət oradan qaçaq saldılar. Anam həmişə deyərdi ki, bu xəstəxanalarda çox böyük fərqlər qoyurlar. Bu xəstə yatanda, üzr istəyirəm, mən orada anadan olmuşam. O zaman ki, o anaya ehtiyac lazımdır, tutaq ki, hansısa bir su, hansısa bir qayğı, o qayğını belə ürəkdən istəməyiblərdi, o köməkliyi elələr. Təbii ki, anadır, ana uşaq dünyaya gətirib. Yəni, anam həmişə deyirdi ki, o vaxtlar istəməzdilər ki, hansısa, belə deyək də, müsəlman uşaqları sağlam böyüsün, sağlam o xəstəxanadan çıxsın. Təkrarlanan mənəvi və fiziki təzyiqlər, deportasiyalar nəticəsində Azərbaycanlı ailələr doğma yurd yuvalarından uzaq düşsələr də özlərini itirmədilər. Yaşadılar, yaratdılar. Mahmudovlar ailəsinin ağsaqqalı Əvəz müəllim 90 illik ömrünün bu çağında da vətənə geri dönmək arzusu ilə yaşayır. Bu sevgini, inamı gənclərə, nəvə və nəticələrinə də aşılayır. Bəs baba, bu qara qabına süs. Bax, buna çömlək deyirlər. Mən gözüm açıb bunu bizim evdə belə görmüşəm, çox qədimdir. Bunda yaxşı xörək pişir. Gələcəyin əskəri olan Altay onun təkcə sevimli nəticəsi deyil, həm də sabaha inamıdır. Əvəz Mahmudov düz 68 il müəllim kimi fəaliyyət göstərib. O, işıqlı gənclər yetişdirib. Göz açdığı vətən, torpağa məhəbbət, sonraki illərdə ürəyində qövr eləyən yurd həsrəti isə onu bizə şair kimi tanıdıb. Bu sıralanan kitablar Əvəz Mahmud Lələdağ imzasından, qələmindən işıqlanan əsərlərdir. Şeirlərində təkcə həsrət, qəhər, dərd deyil, həm də sabaha inam, inad boylanır. O doğma yurd yerinə qayıdışımızı necə təsəvvür edirsiniz? Yəni biz 35 ildən çoxdur ki, o yerlərə tamardıyıq. O dağlara, o yaylaqlara, o bulaqlara tamardıyıq. Biz 35 ildən çoxdur ki, o inat yerlərimizdən uzaq düşmüşük. Ancaq mən onu bilirəm ki, yenə dönəcəyəm o əziz yurda. Bunu uzaq görən ilhamımdır. Yenə nurlanacaq bizim kəndimiz. Bunu sərkərdiyə inamım deyir. Mən mütləq inamım, əmin var ki, yəni bizim prezidentimizin köməkliyi ilə biz mütləq öz dədəval yurtlarımıza qayıdacağıq. Biz həmişə inanmışıq ki, o yurda qayıdacağıq, o vətənimizə, o torpağımıza, o kəndimizə bir də qayıdacağıq və onu
yuxularımızda, mən nə qədər yatsam da, buradan heç vaxt yuxu görmürəm. Yatanda həmişə öz kəndimizdən, öz evimizdən, öz obamızdan yuxumu görürəm və inanıram da ki, o yurda qayıdacağıq, xoşbəxt yaşayacağıq. Ora üçün burnumuzun içi göynür. Həqiqətən o yurdu, o obanı bir də görmək üçün biz prezidentimizə inanırıq və inanırıq ki, o günü, o torpaqları bizə qaytaracaq, gedib yurdumuzu görəcəyik. Biz ora yenə də qayıtmaq istəyirik, biz orada yaşamaq da istəyirik. Biz əvvəlki o adət-ənənələrimizi orada yenə də yaşatmaq istəyirik və bu ümidlə də inşallah ki, mən inanıram ki, bu günlər gec deyil, bu günlər olacaq. Vətən mənim üçün hər şeydir. Övladdır, vətən mənim üçün anadır, vətən mənim üçün torpaqdır. Bir də o yerlərə yolum düşəydi. Səlim çeşmələrdən öpəydim lələ. Alma çiçəyini şirin yemliyə, təpib gözlərimə səpəydim lələ. Talih o yerlərə gözəllik yağıb, çiçəklər elə bir üstdən çıxıb, güllərin şeyini ovcuma sıxıb, üstümə başıma səpəydim lələ. Çıxaydım qısqığın qıcqıran yala, baxdıqca baxaydım el gələn yola. Yenə o qız ilə girib qol qola, otların içində itəydim lələ.